44 yaşım var deyir, hardasa 13-14 ildir ki qəbizlik problemi var insanın. Deyir ki, ölürəm day, köp qəbizlik məni öldürüb, nə qədər yerə müalicəyə getmişəm, 3 gün, 5 gün xeyir eləyir, ondan sonra yenə də həməndir. Samir bəy, qəbizlik bir dəfə də şahid oldunuz, çox böyük bir problemdir, burada mövzu qoymuşdum. Və əhalinin böyük bir hissəsini əhatə eləyir. Qəbizlik faciə o vaxt olur ki, uşaqda olur, körpə uşaqda olur qəbizlik. Uşaq ananın südümü və yaxud ananın südü yoxsa uşağa verilən südümü uşaqda qəbizlik yarada bilir, hələ körpəykən. Böyüdükcə bu qəbizlik davam edirsə, son nəticədə nə olur? Uşaqda babası ilə əmələ gəlir. Aha. Düz bağırsaqda çat əmələ gəlir. Bəli. Və bu uşaq normal fəaliyyət göstərə bilmək üçün ki, yediyi normal qaydada sorulmur. Uşaq böyüyür. Ümumi bir qayda var ki, qəbizlikdə hər keçən gün xərçəngə doğru bir addım yaxınlaşır. Qəbizliyin səbəbi çoxdur. Qəbizliyin səbəbi ola bilər ki, disbakterioz olsun. Yəni, bağırsaq çöpləri normal faizdə olmasın, nisbət bir-birinə normal olmasın. Onda həzm normal getmir. Bir adamda bəzən görürsən 4 kilograma qədər daş yaranır. Bu daşı hər gün bədənində gəzdirir. Əsəbi pozulur, yuxusu pozulur. Deyir, mən heç eləməmişəm, mən niyə bu yuxuluyam, mən niyə bu gündəyəm? O bilmir ki, onu eləyən o bağırsağında yığılan daşdır, bağırsaq daşlarıdır. Bundan başqa qəbizliyi verə bilər nə? Oturaq həyat tərzi, artıq çəki və yaxud da ki, bağırsaqlarda yerləşən hər hansı bir mane törədən şiş. Və bundan başqa da insanlarımız normal qidalanmama tərzi, normal su içmir. Bağırsağın peristaltikasını artıran vasitələrdən biri sudur. Bol miqdarda su içən və hərəkət edən adamlarda təbii ki, qəbizlik xeyli dərəcədə aradan götürülür. Meyvə insan var, deyir, mən meyvə yeməmişəm heç vaxt. Sən deyirəm, sən quru, cansız, ağaçsan, elə dəmirsən, elə şey olar mı, sən meyvə yeməyəsən? Həzmi normallaşdıran, bağırsağın fəaliyyətini yumuşaldan, nədir? Meyvədir, tərəvəzdir. Sən əgər göyərti yeməmiş ət yeyirsənsə, o ət bağırsaq daşına çevriləcək. Əvvəlcə sən göyərtini, meyvəni yeməlisən. Bizdə eyni vaxtda yeyirlər. 10-15 dəqiqədən sonra sən ət yeməlisən ki, salat 10-15 dəqiqə qabaq yeyilməlidir yeməkdən. Çünki mədə tursunu aparır, ət həzmə getmir. Və ona görə də, ancaq bizdə elə deyil. Gətirir, meyvə ilə eyni vaxtda yeyir, turşunu yuyur, aparır, bağırsaq daşı yaranır. Ona görə də mütləq qəbizliyi aradan qaldırmaq üçün bol miqdar su içməlisən, hərəkət eləməlisən sürətlə, sonra idman eləməlisən, idman eləməsən də belə hərəkət eləsən, sürətli yeriş yerişsən və bol miqdarda meyvə tərəvəz yeməlisən. İnsanlar var, deyir, mən sulu yemək heç vaxt yeməmişəm. Elə şey olur. Olur. Yemədim, yeyə bilmirəm. Çox sevirəm də sulu yeməyi. Mən də yiyəm, mən də çox sevirəm. Hər gün olmalıdır, həkim. Bəli, olmalıdır. İndi yəni onu əgər yeməsən, sən onu meyvə tərəvəzlə əvəzləşdirməlisən, göyərti ilə əvəzləşdirməlisən. Bolluca göyərti yeməli. Bolluca göyərti yeməlisən, onda da bağırsağın peristaltikası normallaşır. Ən azı nə etmək lazımdır? Ən azı meyvədən başqa qəbzli aradan qaldıran çay tikəni yağı, meyvəsi, zeytun meyvəsi və yağı, eyni zamanda acılıq otu qəbzli aradan qaldırır. Səna yarpağı qəbzli aradan qaldırır. Nə yarpağı? Səna bitkisi. Səna bitkisi. Və ancaq o da olmaz ki, sən daimi olaraq səna yarpağından özünü tutuzdurursansa, bağırsaq onunla işlədirsənsə, bağırsaq tənbəlləşəcək. Mütləq dəyişilməlidir vasitələr. Kətan toxumu, çiya toxumu, bunlar da həzmi yaxşılaşdırır və qəbzli aradan qaldırır. Ona görə də ən pis halda görürsən, heç cürə hamısından yol yoxdur, götürürsən bir yarım istəkən, ya bir istəkən, yəni gerçək yağını, həm üzünə vurursan, üzünün dərisini gözəlləşdirir, gözün altına, üstünə vurursan, onu gözəlləşdirir, ləkələri götürür, yatmamışdan əvvəl. Həm də daxilə qəbul edirsən, qəbzli yarım stəkanı həkim, hə? Nə qədərsini? Onu qəbul edirsən, onlar az olur. Qəbul yox, adam var ayda bir dəfə böyük bayra çıxır, o daşı vardır. Onun yolunu açmaq üçün imalə eləməlisən, imalədə də su getmir. Sən məcbursan o gənə gerçək yağını
çox miqdarda verməyə ki, heç bir ziyanı yoxdur. Əyağını açsın. Əyaq açılandan sonra imaləni edirsən, imalənin içinə öz həyat suyunu, sidiylə qatırsan, içərisinə çox gözəl bir şəkildə açır bağırsaqları, qəbzlərdən qaldırır. Bundan başqa, götürürsən 2 ədəd Perex tabletkasını həll edirsən, içərisinə qatırsan 100 qram günəbaxan yağı, içərisinə qatırsan duz, 2 xörək qaşığı və 2 litr də su, 2 litr yarım da su. Onu yenə düz bağırsaq imal edirsən, bağırsaqlar açır. Yəni Samir bəy, qəbzliyin həlli üçün səbəbini də dedik, müalicəsini də dedik. Tamam.